1000 kilometr sürülmüş yağı götürmüşəm. Bax bu vedrəyə tökdük. Qardaşımızın özünə göstərmək üçün. Baxın. Baxın əziz qardaşlar, 1000 kilometr sürülmüş yağa baxın. Bildiyiniz mazut ay qardaş, baxın. Bildiyiniz mazut. 1000 kilometr sürülmüş yağ bu vəziyyətə düşə bilərmi? Baxın. Bildiyiniz mazut əlimizdən silinmir. Yağ tamamilə tərkibini itirib. Yağ tamamilə oksiləşib, yuyuculuğu itib. Tamamilə məhv olub. Məhəriş də həddən artıq səsli işləyir. Çünki yağlama getmədiyinə görə. Bax bu Range Rover, 2016-nın Range Roveri. Motor qışqırır ki, qardaş mən ölürəm, məni xilas edeyim. Sonra da gedib deyirlər ki, bu Range Roverlərin motorları problemlidir. Range Roverlərin motorlarında val, nə bilim, çatlayır, patlayır. Nəyə görə? Çünki yağlama yoxdur, qardaş. Yağlama getməyəndə, yağ bu günə düşəndə 1000 kilometrə, əlbəttə ki, məhərişlər normal yağlama getmədiyinə görə yüksək temperatur, dövrlər sayı yüksək, yağ orada məhv olur. Yağlama normal getməyəndə də bax motor dağılır. 2016-nın Range Roveri, motoru yuyuruq. Ən azı motoru 2 dəfə ardıcıl yuyacaq. Ondan sonra bu motora dünyanın ən yüksək sintetik 530'unu yox, 540'ını tökəcəm. Çoxları buna 530 tökürlər əzbərsi kimi. 530 bu məhərişlərdə bizim yanacaqla dözmür. Bax bu vəziyyətə düşür. Görsən bildiyiniz palçıq vəziyyətə düşür.